Biz Güney Azərbaycanın müstəqil olmasını istəyirik. Biz Güney Azərbaycanın bağımsız olmasını istəyirik. Biz Türk millətin azad yaşamasını istəyirik. Özgür yaşamasını istəyirik. Öz pasportu ilə dünyada tanınmasını istəyirik. Öz mərzlərinin, sınırlarının içində yaşamasını istəyirik. Biz istəyirik ki, Güney Azərbaycan 40 milyona yaxın Türk milləti öz adı ilə yaşasın, öz adı ilə tanınsın. Və bunun üçün eşikdə, içəridə hamımız mübarizə edirik. Amma bu günlərimsi qlobal güclər, uluslararası xavərmiyanədə olan başqa güclər, Avropada olan güclər, Amerikada olan güclər bugün istəyirlər ki, Güney Azərbaycan Türk Cumhuriyyəti qurulmasın. Və onun üçün iki qrupla bizə saldırırlar. Birisi Şah Molla rejimi və digəri də əşrar və terörist qruplar vasitəsilə. Güney Azərbaycan torpaqlarına saldırmaq istəyirlər. Güney Azərbaycan torpaqlarının xəritəsini, nəqşəsini əvəzləmək istəyirlər. Güney Azərbaycanın türklərinin yaşadığı şəhərlərin nüfuzunu, cəmiyyətini dəyişmək istəyirlər. Onlar istəyirlər ki, biz Azərbaycan və Türkiyə arasında olan mərzlər başqa millətlərlə də olsun, başqa qovmiyyətlərlə də olsun. Və bunun üçün əllərindən gələni eləyirlər, propaganda eləyirlər. Həm terror qrupları, PKK, PJAK, Komele, Demokrat Kürdistan, bilmirəm, bunlar silahla savaşırlar və bizim şəhərlərimizdə də Fars Molla rejimi onlara icazə vermişdir. Müxtəlif dərnəklərlə, müxtəlif intixabatlarla meydanda özlərini göstərirlər. İran rejimi də bunu istəməkdədir. İran rejimi bölgədə Güney Azərbaycan türklərinin güclənməsini, ayaqlanmasını istəmir. Türkiyə, Azərbaycan və Güney Azərbaycanın birləşməsini istəmir. Və bunun təhcə yolu illərcə Faslar bizimlə mübarizə eləsələr, bizi asimilə eləməyə çalışsalar da başarmadılar. Bugün terror qrupları vasitəsilə bizim torpaqları əlimizdən çıxarmaq istəyirlər. Bizim torpaqlarda yaşayan cəmiyyətlərinin tarixini, fərhəngini başqa cür propaganda dəyişdirib və dünyaya başqa cür göstərmək istəyirlər. Biz bunun üçün meydandayıq. Biz bunun üçün meydanda olmağı tərcih etmişik. Bu bizim tərcihimizdir. Bu bizim öz istəyimizdir. Kimsə bizə bir şey diktə eləyə bilməz. Bugün bizə xain deyənlər var, sipahi deyənlər var, İrancı deyənlər var. Sipahiyə də, ittilata da, İrana da lənət olsun. Zaten İranı istəmirik. İran adlı bir varlığı istəmirik. Nə İranıdır? İranın kilosu neçədir? İran qalsın mollaçılara, şahçılara, farsçılara. İran çıxaldanın dədəsinə lənət. Bizim təkcə istəyimiz Güney Azərbaycandır. Biz Xocalını unutmadıq. Biz Ciloğlu'yu unutmadıq. Biz Sulduzdakı qətliamı unutmadıq. Biz Qarabağdakı qətliamı unutmadıq. Biz bunları unutmayacağıq. Biz icazə verməyəcəyik təkrardan Xocalı olayları, təkrardan Qarabağ olayları, təkrardan Ciloğluq məsələləri, təkrardan Sulduz məsələləri meydana gəlsin. Tarix bizə ən böyük dərsdir.